Beyləqanda 67 yaşlı qadın yaşadığı ünvanda boğularaq öldürülüb. Doğru xəbər Azərbaycan bildirir ki, rayonun Bolsulu kənd sakini 1958-ci il təvəllüdlü Mustafayeva Nazilə Hüseyin qızının meyidi yaşadığı evdə aşkar edilib. Araşdırmalar zamanı Nazilə Mustafayeva boğularaq öldürüldüyü məlum olub. Bildirilir ki, Nazilə Mustafayeva Bolsulu kəndində tək yaşayırmış və sələmçi kimi fəaliyyət göstərib. Onun kim tərəfindən öldürülməsi hələlik məlum deyil. Baş vermiş ölüm faktı və hadisə ilə bağlı araşdırma aparılır. Ötən gecə paytaxtın Nərimanov rayonunda faciəvi hadisə qeydə alınıb. Belə ki, saat 23 radələrində 1984-cü il təvəllüdlü Şəki sakini Xəyalə Rızayeva yaşadığı Əsədov küçəsindəki 16 mərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O hadisə yerindəcə ölüb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma işlərinə başlanılıb.